9-cu fayda sahibinin cəhənnəmdən çıxmağa və onun orada əbədi qalmamasına səbəbdir. La ilahe illallah. Ənəs radiyallahu anhudan gələn hədisdə həqiqətən Peyğəmbər sallallahu aleyhi ve sellem demişdi ki, kim la ilahe illallahı deyərsə də cəhənnəmdən çıxacaqdır. Qəlbində şair qədər, arpa qədər xeyir olan cəhənnəmdən çıxacaqdır. Cəhənnəmdən çıxacaqdır. Kim la ilahe illallah sözünü desə cəhənnəmdən çıxacaqdır. Davam edir hədis. Və fi qalbihi qəlbində buğda qədər xeyir olan kəs cəhənnəmdən çıxacaqdır. Qəlbində buğda qədər xeyir olan kəs cəhənnəmdən çıxacaqdır. Kim la ilahe illallah deyərsə cəhənnəmdən çıxacaqdır və onun qəlbində zərrə qədər xeyir olan çıxacaqdır. Yəni təsəvvür edin ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bu sözü deyən sonra qəlbində zərrə qədər arpa, sonra buğda, sonra təkrarlayıb söz deyib, qəlbində zərrə qədər xeyir olan kəs cəhənnəmdən çıxacaqdır. Bunu Peyğəmbər sallallahu əleyhi və səlləm bildirmişdir.